Salam əziz 9-cu sinif şagirdləri. Bugün mən sizlər üçün sınaq 2-nin izahını verəcəm. Başlayaq birinci sualla. X bölünsün 3, Y böl 4 və Z bölünsün 5. Bu ifadəyə mən bir dənə K desəm, X bərabərdir 3K almış olacam. Y-in 4K olduğunu görürəm və Z bərabərdir 5K. 2X çıxılsın Y üstə gəl Z bərabərdir 21. Verilən bu ifadələr ki var, X-in verilən ifadə yerinə yazsa, 2 vurulsun 3K çıxılsın, Y-in əvəzinə 4K, üzərinə gəl Z-in əvəzinə 5K yazacağım və bərabərdir 21. Bu eləyir 6K, çıxsaq 4K, 2K üstə gəl 5, eləyəcək 7K. 7K bərabərdir 21, K bərabərdir 3 almış olacaq. Bizdən də nə istəyir? Y istəyir bizdən. Y də burada bizdə 4K idi. Yəni Y nə idi? 4K. Yəni 4 vurulsun 3 bərabərdir 12. Doğru cavab C bəndi alacaq. İkinci sual. Deməli, A bölünsün B, topla B böl A bərabərdir 5 olarsa deyir. Onda biz bunu ortaq məxrəcə gətirsək, AB surətdə olacaq A kvadrat üstə gəl B kvadrat bərabərdir 5. Buradan şagirdlər A kvadratı plus B kvadratı nəyə bərabərdir? 5AB-yə. Bunu bu şəkildə saxlayırıq. Və keçirik soruşulan ifadəyə. A plus B-nin kvadratı üstə gəlinsin A çıx B-nin kvadratı bölünsün 4AB. Biz nə edəcəyik? Surəti müxtəsər vurma üstünü surətə tətbiq edəcəyik. Yəni A kvadrat üstə gəl 2AB üstə gəl B kvadratı üstə gəlinsin A kvadratı çıx 2AB üstə gəlinsin B kvadratı. Məxrəcdə də 4AB qalacaq. Bərabərdir. Buradan görsənik ki, şagirdlər 2AB və bu 2AB gedir. Qalır nə? 2A kvadrat topla 2B kvadrat və 4AB. Bu da bərabərdir. 2-ni çölə çıxarsa A kvadrat üstə gəlinsin B kvadrat. Məxrəcdə də 4AB. Və bu 2A kvadratı üstə gəl B kvadratı bizdə yuxarıda neçə verilir? Bax, burada A kvadrat üstə gəl B kvadratı neçə tapmışdıq? 5AB. Gətirib yerinə yazsa, 2 vurulsun 5AB bölünsün 4AB. Buradan AB-lər gedəcək. 2 vur 5, 10 bölünsün 4. 10 bölünsün 4 neçə eləyəcək? 2 tam 10-da 5. Doğru cavab şagirdlər C variantı. Deməli, X kubu çıxılsın 1, X kvadratı üstə gəl, X üstə gəl 1. Deməli, surət şagirdlər nədir? Surət müxtəsər vurma üsuludur. Kublar fərqi kimi açaq, yəni bu 1-in kubu kimi baxaq buna. Olacaq x minus 1, x kvadrat üstə gəl, x topla 1. Məxrəcdə də x kvadrat üstə gəl, x üstə gəl 1. Bunlar göründüyü kimi gedir, qalır nəticə nə? X çıxılsın 1. Bu birinci tərəf. İkinci tərəfə baxsaq, x kvadratı çıx 2x üstə gəlinsin 1 və x çıx 1-in kubu. Surət şagirdlər nədir? X çıx 1-in mötərizə kvadratıdır. Məxrəc isə x çıx 1-in kubu. Buradan da bu 2 dənəsi ilə bunun 2 dənəsi gedir və nə qalır? 1 bölünsün, x çıxılsın 1. Deməli, şagirdlər nəticə x çıxılsın 1-i vuracaq nəyə? Vuracaq 1 bölünsün, x çıx 1-ə. Bunlar da bununla ixtisar gedir və nəticə 1-ə bərabərdir. Doğru cavab B bəndi. Dördüncü suala baxaq şagirdlər. Deməli, deyir ki, sinifdəki şagirdlərin 60% qızlardır. Sinifə əlavə 10 qız gəlir, şagirdlərin 68% qız olur. Deməli, sinifdə X şagird olsun. Deyək ki, şagirdlərin sayını bilmirik, düzdürmü? Bunu axtarır. Həmin o X-in ümumi şagirdlərin neçə faizidir? 60%. Yəni 60 böl 100 neçə eləyir? 0,6 X nədir? Qızlardır. Sinifə əlavə 10 qız gəlir və şagirdlərin 68% qız olur. Yəni, qızların üzərinə 10 gəlib, ümumi şagirdlərin sayına böldükdə, axı sinifə ümumi şagirdlərin sayı X idi, 10 dənə də qız gəldi. Yəni, qızların sayını ümumi sinifin sayına böldükdə, bu bərabərdir deyir %68-ə.
Yəni %68 və yaxud bunu belə yazsaq 0,68. Buradan çarpaz şəklində vursaq 0,6x üstəgəl 10 bərabərdir 0,168 vur x plus 10. 0,6x üstəgəl 10 bərabərdir 0,168x üstəgəlinsin 6,8. 10'un çıxılsın 6,8. Buradan da 0,68x çıxılsın. Sağ tərəfə atsaq 0,6x eləyər. 10'dan 6,8 çıxsa aşağı edər. 3,2 bərabərdir. Bu da 0, neçə eləyir? %8x. Hər tərəfi 100'ə vursam, kəsirdən xilas olmaq üçün 320 bərabərdir 8x-a. Buradan da x bərabərdir 320 bölünsün 8 bərabərdir 40. Bizdən nə istəyirdi? Sinifdə əvvəlcə neçə şagird var idi? Yəni biz də x axtarırdıq da əvvəlki şagirddən sonra. Doğru cavab 40 almış olacaq. C bəndi. 5-ci sual. 48 ədədinin 25%-ni tapaq. 48'i 25'ə vurub 100'ə bölməliyik. Ədədin faizini taparkən nə edirik? Ədədi faiz göstərən ədədə vurub 100'ə bölürdük də. Buradan 25 ilə 100'ü xısa getsə 4. 48'i də 4'ə bölsək neçə eləyər? 12. Doğru cavab A bəndi. 6-cı sual. Deməli, B bölünsün C bərabərdir 4 bölünsün 5. A bölünsün B isə nəyə bərabərdir? 3 bölünsün 2. Şayda bu cür misallarda nə edirik? Baxırıq ki, bax, B hər ikisində nisbətlərdə iştirak edib, düzdürmü? B böl C və A böl B-də var. Hər ikisində B var. Görürəm ki, burada B-nin qarşısında, bax burada B-nin qarşısında 4 durub, burada isə B-nin qarşısında 2 durub. Deməli, mən nə edəcəm? Mən bu A böl B-dəki B-nin qarşısında mən hər ikisini eyni ədədə gətirəcəm. Yəni bunun üçün biz mən nə edəcəm? Deməli, mən burada bunu məxrəcə 2'yə vuracam, surəti də 2'yə vuracam. Onda olacaq B böl C bərabərdir 4 böl 5 və A böl B də bərabər olacaq 6 bölünsün 4. Gördük ki, indi nədir? B-lər eyni ədədə çevrildi. Deməli, onda belə yazacaq. A bərabərdir buradan 6K-ya, B bərabərdir 4K-ya, C bərabərdir neçə? 5K almış olacaq. İndi bizdən nə deyir? Bunu fərqli deyək. Bizə deyir ki, şahidlər 2A çıx B çıx C bərabərdir 12 olarsa. Gətir verilənləri yazaq yerinə. 2 vurulsun 6K, çıxılsın B-nin əvəzinə 4K, C-nin əvəzinə də 5K yazacağım. Bərabərdir 12. 12K, bu 12K çıxsın 4, 8K çıx 5, 3K bərabərdir 12, K bərabərdir 4 alıram. K-nı 4 alıram, bizdən isə C-ni istəyir. C nəyə bərabər idi? C bərabərdir 5K, yəni 5 vurulsun 4. Cavab 20 eləyəcək. Doğru cavab Y bəndi. 7-ci sual. Sahədə əkilmiş bitkilər haqqında məlumat diaqramda verilmişdir. Yonca əkilmiş sahə ümumi sahənin hansı hissəsidir? Əvvəlcə şagirdə biz buradakı dərəcələri toplayaq. Deməli, çəltik 70 dərəcə, üzərinə gəl arpa 80 dərəcə, üzərinə gəl buğda da 120 dərəcə. Bu bərabər neçə? 200 budur, 70 də bu eləyəcək 270 dərəcə. Deməli, bizdə yoncanı istəyir. Onda şagirdlər 360 dərəcə tam çevirə 360 dərəcə olduğuna görə, düzdürmü? 360 dərəcədən 270 dərəcəni çıxsam, neçə eləyər? 90 dərəcə. Deməli, bu nədir? Bizdə yonca. Yoncaya düşən dərəcə neçədir? Şahidlər, yonca 90 dərəcədir. Bizdən deyir ki, yonca əkilmiş sahə ümumi sahənin. Ümumi sahə 360 olduğuna görə 90 bölünsün 360 neçə eləyəcək? 4'də 1. Yəni, hansı hissəsini təşkil edir? Yonca ümumi sahənin 4'də 1 hissəsini təşkil edir. Doğru cavab D bəndi. 8-ci sual. A kvadratı çıxılsın B kvadratı üstə gəlinsin 6A üstə gəl 9. Məxrəcdə isə A kvadrat üstə gəlinsin 3A üstə gəlinsin 3B. Çıxılsın B kvadratı çıxılsın
3a topla b bərabərdir. Yəni bu ifadəni biz nə etməliyik? Sadələşdirməliyik. Surətdə şagidə nə edəcək? Baxın. Bax bu a kvadratı 6a və bir də 9. Bu bizə nəyi xatırladır? Nəyi verir? A plus 3-ün mötərizə kvadratı. Çıxılsın b kvadratını da yazdım. Məxrəcdə nə edəcək? Məxrəcdə bax bu a kvadratı ilə bu b kvadratını qarşı-qarşıya yazdım yan-yana. A kvadrat çıx b kvadrat. Bu ikisindən isə 3a və 3b-ni isə hər ikisində ortaq olan 3-ü çölə çıxardacağım. A plus b şəklində yazdım. Çıxılsın 3 bölünsün a topla b. Bu da bərabərdir. İndi burada nə edəcəm? Surəti mən nə edəcəm şagirdlər? Müxtəsər vurulma düsturunu tətbiq edəcəm surətə. Yəni bax buna bir a kimi baxsam, bu özü də b, yəni a kvadratı çıx b kvadrat, a çıx b, a üstə gəl b-ni tətbiq edəcəm. Onda olacaq surət necə? Gəlin baxaq. Surət olacaq a topla 3. Qoy bir dəfəlik yazaq. Deməli a üstə gəl 3 çıx b və bir də nə olacaq? A topla 3 plus b. Bu surətimiz. Məxrəcdə isə a kvadratı çıx b kvadratı ifadəsini vurğulara ayırsam, a çıx b, a üstə gəlinsin b bu şəkildə. Topla 3 a topla b. Çıxılsın 3 bölünsün a üstə gəlinsin b-də qalıb. Bərabərdir. Davam edək. Surətdə şagirdlər olacaq ifadəmiz a çıx b üstə gəl 3. Bu birinci tərəf. İkinci tərəf isə a topla b plus 3 şəklində yazaq. Məxrəcdə isə qruplaşdırmadan istifadə edilir. Qruplaşmanı tətbiq eləyək. Yəni, şagirdlər, bax, hər ikisində ortaq olan nədir? A üstə gəl b və hər ikisində var. Onda a üstə gəl b-ni çölə çıxarsan, qalacaq. Bunun əmsalı a çıx b, digərinin əmsalı isə üstə gəlinsin 3 olacaq. Göründüyü kimi a çıx b üstə gəl 3 və a çıx b üstə gəl 3 hər ikisində ortaq var. Bunlar ixtisar gedəcək. Çıxılsın bu hissəni yazaq. 3 a üstə gəlinsin b. Davam edək. Bərabərdir. Deməli, yuxarıda qaldı şagirdlər. A üstə gəl b üstə gəl 3. Məxrəcdə də və hər ikisində baxın. Burada hər ikisinin 2 kəsirin. Hər ikisinin ortaq məxrəci a plus b-dir. Burada da a plus b-dir. Bir dəfəlik yazaq onda. Ortaq məxrəc hər ikisi üçün a topla b-dir. Surətdə qalacaq. A üstə gəl b üstə gəl 3. Çıxılsın 3. Bərabərdir. Plus 3 ilə minus 3 getdi. Qaldı surətdə a topla b. Məxrəcdə də a topla b. Bunlar da getsə neçə qalacaq? 1. Doğru cavabımız 1. C bəndi. 9-cu sual. Verilən ifadənin deyir, çox hədlinin vurğularından biri hansıdır? Gəl həmin ifadəni yazaq. X kubu üstə gəl x kvadratı çıx 2. Şagirdlər, bu cür misallarda nə edirik? Bax, bu birinci hədd və ikinci hədd. Ən sonuncu hədd daha doğrusu. Nə edəcək? Bunun əmsalı 1-dir. 1-i vuracaq bu sondakı mənfi 2-yə. 1 vurulsun mənfi 2 neçə eləyir? Mənfi 2. Bir də buradakı x kvadratının əmsalı neçədir? 1-dir. Yəni 2 ədəd axtaracaq. 2 ədəd axtaracaq. Elə bir Viet teoremdə belə deyək. 2 ədəd axtarırıq. Hansı ki o 2 ədəd, hansı ki o 2 ədəd vuranda nə edəcək? Vuranda mənfi 2, toplayanda bu müsbət 1-i, yəni x kvadratının əmsalını verəcək. Müsbət 1. Hansı 2 ədəddir şahidlər? Vuranda mənfi 2 eləsin, toplayanda müsbət 1. Həmin ədədlər necə yazacaq? Müsbət 2 və mənfi 1-dir də. Deməli, mənim axtardığım ədədlər hansılardır? Müsbət 2 və mənfi 1. Bundan sonra nə edəcək? Bu ortada duran hədd ki var. Bu ortada duran hədd. Gəl bunu yenidən yazaq aşağıda. Yəni, x kubu üstə gəl x kvadratı çıxılsın 2-ni mən necə yazacağım? Bu ortadakı həddi bu şəkildə ayıracağım. X kubu üstə gəlinsin 2x kvadratı çıx x kvadratı şəklində. Çıxılsın 2. Bundan sonrasında şahidlər hər ikisində ortaq olan, bax bu ifadə ilə bunu bir qruplaşdıracağım, bununla da bunu bir qruplaşdıracağım. Yəni, hər ikisində ortaq olan, bunların hər ikisində ortaq olan nədir? X kvadratı. Çölə çıxardıram, qalır x çıxılsın 1. Digərində isə ortaq olan nədir? 2. 2-ni çölə çıxarsam, qalır nə? X kvadratı çıxılsın 1. X kvadrat çıxılsın 1. Bundan sonrasında
nə edəcək? Bax, baxın şahidlər, biraz da sadələşdirək. X kvadratı x çıx 1 üstə gəl 2 vurulsun. Bax, sağ tərəfi bu hissəni, yəni müxtəsər vurmaq üçün tətbiq eləsək, x çıx 1 x plus 1 alacaq. Bu da bərabərdir. X çıx 1-in əmsalı x kvadratdır. Buradakı x çıx 1-in əmsalı isə nədir şahidlər? Üstə gəlinsin, bu ortadakı üstə 2 vurulsun x plus 1. Bu bir yerdə və x çıxılsın 1 qalacaq. Bu da bərabərdir. Bunu biraz daha sadələşdirsək, nə olacaq? Mötərizəni vurub açsaq. X kvadrat üstə gəlinsin 2x topla 2. Bu isə x çıxılsın 1. Deməli, vuruqlarımızdan biri bu, digəri isə x çıx 1 olacaq. Bizə də verilən cavab bu hansı variantda var? Y variantında. Doğru cavab Y variantı. 10-cu sual şahiddən. 5 üstündə n plus 2 çıxılsın 4 vur 5 üstündə n. Məxrəcdə isə 5 üstə n çıx 1 üstə gəl 4 vurulsun 5 üstündə n. Bu da bərabərdir. Deməli, burada nə edəcək? Sürətdən ortaq olanı ən kiçik neçədir? Ya belə yazaq əvvəlcə bunu. 5 üstü n vurulsun 5-in kvadrat şəklində yazın bunu. Çıxılsın 4 vurulsun 5 üstü n. Məxrəcdə də bunu belə yazacaq. 5 üstü n bölünsün 5. Böləndə qüvvətlər çıxılır axı. Üstə gəlinsin 4 vurulsun 5 üstündə n. Bu da bərabərdir. Bu da bərabər. Sürətdə hər ikisində ortaq olan nədir? 5 üstü n, burada da 5 üstü n. 5 üstü n-i nə edəcək? Çölə çıxardacaq. 5 üstü n mötərizə xərcində qalacaq. Qalacaq mötərizə içərisində 5-in kvadratı çıxılsın 4. Məxrəcdə də şahidlər nədir? Hər ikisində ortaq olan 5 üstü n-lərdir. 5 üstü n-i çölə çıxarsam nə qalacaq? 1 bölünsün 5, üstə gəlinsin 4. Deməli, bura bərabər olacaq nəyə? Bərabər olacaq. Bax, 5 üstü n-lər gedir. Sürətdə qalır 25 çıx 4, 21. Məxrəcdə isə 5-də, ortaq məxrəcə gələcəm. 5-də 21. Bu 21-lər gedir. Necə olur? 1 bölünsün 5. 5 də qalxıb sürətə vurulacaq. Olacaq doğru cavab 5. Yəni cavabımız B variantı. 11-ci sual. Hansı ifadə yanlışdır? Kvadratın tərəfi ilə perimetri düz mütənasibdir. Şahid, kvadratın perimetri P bərabərdir 4A deyilmi? Göründüyü kimi A və B burada necədir? Düz mütənasibdir. A artdıqca, yəni tərəf artdıqca perimetri də artacaq. Və yaxud da azaldıqca perimetri də azalacaq. Bu doğrudur. B variantına baxaq. Çevrənin uzunluğu ilə radiusu düz mütənasibdir. L bərabərdir 2pi r. Çevrənin uzunluğudur. Burada da şahid r və burada da R və L necədir? Düz mütənasib. Bu da doğrudur. C variantı. Tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Yəni, bu da A bölü B bərabər C bölü D-dən bildiyimiz kimi B-nin C-yə hasili nədir? A-nın D-yə hasilinə bərabərdir. Bu da doğrudur. D variantına baxaq. D variantında A bölünsün B bərabər C bölünsün D bərabərdir K olarsa. Buradan şahid A-nın B K-ya hasili A bərabər B vur K-ya, C də bərabərdir D vurulsun K yaza bilərik. Və verilən ifadələri sağ tərəfdən nəzərə alsaq, hansı ki bu ifadəni nəzərə alsaq, baxaq görüm K-ya bərabərdirmi? A-nın əvəzinə biz nəyə yazacaq? A-nın əvəzinə yaza bilərik. BK üstə gəl. C-nin əvəzinə də nə yazacağım? DK. Məxrəcdə isə B plus D qalsın. Hər iki tərəfdən, sürətdən daha doğrusu B-ni yox, sürətdə ortaq olan nədir? K. K-nı çölə çıxarsam B plus D. Məxrəcdə də B plus D. Bu B plus D-lər gedər, nə qalar K? Deməli, K-ya bərabər olduğunu gördük biz buradan. Və D variantı da doğrudur. Qalır Y, deməli baxmağa ehtiyac yoxdur. Doğru cavab Y bəndir. Yəni Y variantını da şayda D kimi eləsək çarpar şəkildə gətirib sağ tərəfdə nəzərə alsaz A vur C ifadəsində görəcəksiniz ki, o bərabərlik alınmır.
Doğru cavabımız Y. Bizdən yanlış olanı istəyir. Də düzdürmü? Hansı ifadə yanlışdır? Və yanlış olan Y bəndə. 12-ci suala baxaq şahidlər. Deməli, ifadəni yazaq əvvəlcə x kvadrat çıx 2xy topla y kvadratı üstə gəl 10x çıx 10y üstə gəl 25 bərabərdir 0. Bizə deyir ki, x çıx y. Şahidlər, bunların 3 dənəsinin bir baxsaq, x çıx y-nin mötərizə kvadrat olduğunu görə bilərik. Burada onu çölə çıxarsaq, mötərizə xarinə x çıx y üstə gəlinsin 25 bərabərdir 0 alaraq. Buradan x çıx y-ə bir t əvəzləməsi desəm nə olar? T'nin kvadratı üstə gəl 10t topla 25 bərabərdir 0. Bu da göründüyü kimi bizə nəyi verir? T plus 5'in mötərizə kvadratı müxtəsər. Bu da bərabərdir 0-a. İndi kvadrat 0-a bərabərsə, deməli, mötərizənin içərisi özü nədir? T plus 5 bərabərdir 0-a. T'nin indi yerinə əvəzinə, buradan daha doğrusu T'ni saxlayıb sağa 5'i keçirsək, mənfi 5. T də bizdə nə idi? X çıx y. Deməli, x çıx y neymiş? Elə mənfi 5 imiş. Maraqlı sual idi. Doğru cavab A bəndə. 13-cü sual. A üstə gəl 2B bölünsün A çıxılsın B bərabərdir 5 bölünsün 2. Bu cür misallarda çarpar şəkildə vuracaq şahidlər. Deməli 2 vurulsun A üstə gəlinsin 2B bərabərdir 5 vurulsun 5 vurulsun A çıxılsın B. 2A üstə gəlinsin 4B bərabərdir 5A çıxılsın 5B. A'ları bir tərəfə keçirsək, B'ləri bir tərəfə keçirsək, 4 topla 5B bərabərdir 5A çıxılsın 2A. Buradan 9B bərabərdir 3A'ya. Hər tərəf 3-ə ixtisarləsək, onda qalar 3B bərabərdir A'ya. Deməli, A'nın 3B olduğunu gördük. Bizdən də nə istəyir? A bölünsün B. Gətirib A'nın əvəzinə nə yaza bilərik? Surətdə 3B bölünsün B. B'lər ixtisar gedər, neçə qalar? Doğru cavab 3. Yəni D bəndi. 14-cü sual. 2 üstü x bərabərdir 5'dir. Bizdən isə 2 üstü 2x topla 1 istəyir. Şahiddə biz nə edəcəyik? Bax, bu ifadəni bax, bu cür yaza bilərik. 2 üstü 2x'i mən belə yaza bilərəm. 2 üstü x vurulsun 2 üstü x. Topla 1'ə görə də bunu belə yaza bilərəm. Biz bilirik ki, əsaslar eyni olanda qüvvətlər toplanılır. Onda bərabər 2 üstü x-in qiyməti 5'dir. Bu da 5'dir. Vurulsun 2. Eləyəcək neçə? 50. Doğru cavab 50. Yəni A bəndi. 15-ci sual. Bərabərliyində A üstə gəlsin B cəmini istəyir. Əvvəlcə bərabərlik yazaq. 3x çıx 11 bölünsün. X kvadrat üstə gəl 2x çıx 3 bərabərdir. Deməli, A x çıx 1 topla B x çıx 3. Sürət qalsın 3x çıx 11. Məxrəci nə edəcəm şahidlər mən? Vurğuları ayıracam. Deməli, vurğuları ayırmaq üçün vuranda mənfi 3, toplayanda 2 verən viyyətə görə x üstə gəlsin 3 və x çıxılsın 1 şəklində ayıracaq. 3 və mənfi 1. İndi buradan bərabərdir. Sağ tərəfi isə şahidlər nə edəcəm? Ortaq məxrəcə gətirəcəm. Sağ tərəf olacaq x minus 1. Bunların özlərinin hasilidir. Bu x üstə gəlsin 3. Bu ortaq məxrəcə. Onda A x plus 3'ə vurulacaq. Üstə gəlsin B də nəyə vurulacaq? X çıxılsın 1. Kəsirlərin toplanması qaydasını tətbiq edirik də. Məxrəclər eyni olduğuna görə silinəcək hər ikisindən. Yuxarıda surətdə qalacaq 3x çıxılsın 11 bərabərdir. Bax, bu surəti nə edəcək? Vurub açacaq. Olacaq ax topla 3a topla bx çıxılsın b. 3x çıxılsın 11 qalsın bərabərdir. Bax, bu ikisinin hər ikisində ortaq olan x-i çölə çıxarsan nə qalar? A topla b qalar. Üstə gəlinsin 3a çıxılsın b. Göründüyü kimi şahidlər bərabərliyin sağının və solunun eyni olması üçün nə olmalıdır? X-in əmsalı sol tərəfdə 3-dürsə, deməli burada nə olmalıdır? 3 olmalıdır. Bizdən elə a üstə gəlinsin b-ni istəyirdi. Deməli a üstə gəl b bərabərdir nəyə? 3-ə almış olacaq. Doğru cavab D bəndi.
16-cı suala baxaq şahiddə. Deyir ki, ardıcıl 7 natural ədədin ədəd ortası 5-dir. Ardıcıl natural ədəd dediyinə görə şahidlər, birincisi n olsun. Növbəti n plus 1, n plus 2, n plus 3, n plus 4, n plus 5 və n plus 6 olacaq. Deyir ki, bunların ədəd ortası bunların sayına bölünmədir, düzdürmü? Bu bərabərdir 5-ə. Sürətdə olacaq 7n topla. Bunlar cəmləsək 3, 6, 10, 15, 20. 7n plus 21 bölünsün 7 bərabərdir 5-ə. Buradan 7n topla 21 bərabərdir 35-ə. 7n bərabərdir 14, n də bərabərdir 2. Deməli, sonra nə istəyir? Bu ədədlərin ən böyüyü və ən kiçiyi. Ən kiçiyi elə n bərabər 2-dir. Ən böyüyü isə n plus 6 olacaqdır, düzdürmü? Yəni 2 üstə gəl 6. Ən böyüyü də 8-dir. İndi bizdən nə istəyir? Həndəsi orta. Uşaqlar, həndəsi orta nədir? 2 ədədin həndəsi ortası tapılanda kök altında a vur b şəklində tapılır. 3 ədədin həndəsi ortası tapılanda a vur b vur c isə kökün dərəcəsi 3 olur. İndi bizdə 2 ədəd olduğuna görə ən kiçik və ən böyüyünü istəyir. Yəni kök altında 2 vur 8. Bizdən bunu istəyir. Doğru cavab 4 eləyəcək. Yəni 16-dan da kökün altında 4 çıxır. Açıq sual olduğuna görə doğru cavab 4. 17-ci suala baxaq şahiddə. Deməli, 3x çıxılsın y bərabərdir 5-dir. Bizdən isə, bir də x, y bərabərdir 1-dir. 9x kvadratı topla y kvadrat. Bizdən bunu istəyir. Bu cür misallarda şahiddə nə edərik? Əvvəlcə misala baxdıqdan görünür ki, bax, 3x-in mötərizə kvadratı 9x kvadrat edir. Y-in kvadratı da elə y kvadrat burada verilir. Deməli, bu verilən birinci ifadəni mən 3x çıx y-in mötərizə kvadratı həm solu, həm də bərabərin həm solun, həm də sağının kvadratı yüksəldəcəm. Onda olacaq 9x kvadratı çıxılsın 2 vur 3x vur y müxtəsər vurmasına görə üstə gəl y kvadrat bərabərdir 25. Buradan 9x kvadratı üstə gəl y kvadrat çıxılsın 6xy bərabərdir 25. Şayda xy-in qiyməti neçə verib? 1. Gətirib yerinə yazsam burada olacaq 9x kvadrat üstə gəl y kvadrat çıx 6 bərabərdir 25. Yəni 9x kvadrat üstə gəl y kvadrat nəyə bərabər imiş? 25 üstə gəl 6 31-ə bərabərdir. Doğru cavab 31. 18-ci sualın izahına baxaq indi şahiddə. 18-ci sualda nə deyir? Deyir ki, düzbucaqlının enini 25% artırıb, uzunluğunu neçə faiz azaltdıqda sahəsi dəyişməz. Deməli, düzbucaqlı dediyinə görə biz hər tərəfinə 10 desək, sahə nəyə bərabər olar? 100-ə. Şahiddə, yəni belə misallarda düzbucaqlı məsələlərində tərəfləri bərabər olan kvadrat çəkə bilərik. Çünki kvadrat da düzbucaqlı sayılır. Yəni, kvadratın tərifi necə idi? Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir. Ona görə biz rahatlıqla tərəfi 10 şəklində götürək, məsələmizi həll etmək biz üçün rahat olsun deyə. Onda sahə 10-u 10-a vuranda 100 edəcək. Sonra deyir ki, enini 25% artırır. Onu 25% artıranda nə olur? Onun 25%-ini tapıb 100-ə bölsək, eləyir 2,5. Artırma dediyinə görə onun üzərinə 2,5 gəlirik. Eləyir 12,5. Deməli, eni oldu 12,5. Uzunluğu da 10 idi. İndi bunun sahəsi vursaq biz 125 edir. Düzdürmü? Sahəsini enin uzunluğuna vursaq 125 edir. Biz indi bu 10'u, bax bu eni nə qədər azaltmalıyıq ki, sahə əvvəlki 100'ü versin. Şaydə nəyi 12,5'ə vursaq sahə 100 eləyər? Deməli, onu 8'ə vursaq, daha doğrusu 12,5'i 8'ə vursaq 100 eləyər. Düzdürmü? Sahə 100 verir. Deməli, bu n 8'ə düşməlidir. Onun neçə faiz azaltsaq 8 eləyər? Təbii ki, 20% azaltsaq. Onun 20% 2 eləyir. Azalma dediyinə görə ondan da 2 çıxacaq 8. Deməli, biz enini, yəni onu nə qədər azaltmalıyıq? 20%. Cavabımız 20%. Belə də yaxınlaşa bilərsiniz məsələyə. Digər və yaxud da belə də eləyə bilərsiniz şahiddə. Deməli, sahə birincidə neçə idi? 100 idi. Sonra nə oldu? Bax, yuxarıda yazmışlar. Sonra neçə oldu? 125.
Deməli, sahə bərabər 125. Deməli, bu 125 100-dən neçə faiz çoxdur, ona baxacaq. Yəni, nə qədər azaltmaq lazımdır ki, 100 alsın 125-i. Ona görə nə edirlər? 125-dən 100-ü çıxıb, azaltma 125-ə bölüb, vururlar 100-ə. Bu da bərabərdir. 25 bölünsün 125 vurulsun 100. Bu da bərabərdir. 25 ilə 125 xısar gedir, qalır burada 5. 100 ilə də 5 gedir, qalır neçə? 20. Yəni, belə də hesablaya bilərsiniz. 20%. 9-cu suala baxaq şahiddə. Deməli, 8-in kubu üstə gəlinsin 2 üstü 7 cəminin 25%. Yəni, bu cəmin 25%, 25-ə vurub 100-ə bölməliyik. Bunu istəyir bizdən. 8-in kubunun biz 8-i 2-nin kubu üzərində 3 yazaq. Üstə gəlinsin 2 üstü 7. 25 ilə də 100 ixtisar geçsin. Məxrəcdə qalan nə? 4. Bərabərdir. 2-nin, bax, 3-ü 3-ə vuracaq. Bu olacaq 2 üstü 9. Üstə gəlsin 2 üstü 7. Bölünsün 4. Hər ikisində ortaq olan surətdə nədir? 2 üstü 7 2 ola çıxardacam. Qalacaq 2-nin kvadratı. Üstə gəlsin 1. Məxrəcdə də 2-nin kvadratı yazaq 4-ü. Bu 2 dənə, yəni 2 üstü 2 ilə burada 7 dənə çıxsa gedənə qalır. 2 üstü 5 qalır surətdə. Vurulsun. Bir də bu mötərizənin içərisində neçə eləyir? 5. Bu da bərabərdir. 2 üstü 5 32. 32 də 5-ə vuranda cavab eləyəcək 160. Doğru cavab 160. 20-ci suala baxaq. 2023-ün kubu çıxılsın 1. Məxrəcdə isə 2023-ün kubu üstə gəl 2024-dür. Şayda yuxarıdakı kublar fərqi düsturudur. 1-in kubu. Deməli, kublar fərqinin açılışı necə idi? 2023 çıx 1 vurulsun. 2023-ün kvadratı üstə gəlsin. 2023 vur 1 topla 1-in kvadratı. Məxrəcdə də 2023-ün kubu üstə gəlsin 2000. Məxrəcdə şəhərdə burada 2-dir. 2023-ün kvadratıdır. Məxrəcdə 2023-ün kvadratı topla 2024. Göründüyü kimi şəhərdə bax, bu hissə bizə nə verir? 2024. Yəni, surətdəki bu ifadə ilə məxrəc burası nə edir? İxtisar gedir və nə qalır? 2023 çıxılsın 1. Bu da bərabər 2022. Doğru cavab 2022. 21-ci suala baxaq. A üstə gəlsin 2B bərabərdir 3 olarsa, bizdən verilən ifadə A kvadrat 4B kvadrat üstə gəlsin 6A çıx 12B bölünsün A çıx 2B-ni istəyir bizdən. Şayda yuxarıda bax, bu ikisini bir qruplaşdıracağım. Bu ikisini də bir qruplaşdırma eləyəcəm. Bu yuxarıdakı kvadratlar fərqidir. A çıx 2B, yəni 4B kvadratı biz necə yazacaq şayda? 2B-nin mötərizə kvadratı şəklində fikirləşəcək. Ona görə olur A kvadratı çıx 2B-nin mötərizə kvadratı. O da A çıx 2B vurulsun. A üstə gəlsin 2B. Üstə gəlsin. Bu ikisindən də, bu ikisindən də nəyə çıxardacaq sonra? 6-nı ortaq olar. 6 vurulsun. A çıxılsın 2B qalacaq mötərizə içərisində. Məxrəcdə də A çıx 2B. Şayda burada hamısında görürük ki, surətdə də, məxrəcdə də nə var? Hamısında bütün vurğuları A çıx 2B-lər var. Bunların hamısını ixtisar aparsaq, qalar nə? A topla 2B üstə gəlsin 6. Bunun qiyməti bizə verib ən yuxarıda 3-ə bərabərdir. Yəni 3 üstə gəlsin 6 bərabərdir 9 alınmış olaraq. Doğru cavab 9. 22-ci sual. Traktorun ön və arxa təkərlərin radiuslarının nisbəti 1-in 3-ədir. 24 pi metri yol gedən traktorun ön təkəri arxa təkərindən 20 vahid çox dövr etmişdir. Traktorun arxa təkərlərin radiusunu tapdır. Traktorun şayda arxa təkərin radiusu böyük R olsun, kiçik, yəni ön təkəri isə kiçik R olsun. Deyir ki, kiçik R-in böyük R-ə nisbəti 1-in 3-ədir. Buradan şayda biz nə edə bilərik? R K götürək, böyük R isə 3K götürək. Sonra deyir ki, ön təkər arxa təkərdən 20 vahid çox dövr edir. Deməli, böyük təkərin dövrlərinin sayı N olsa, kiçik təkərin onda dövrlərinin sayı neçə olacaq? N plus 20. Onda belə bir ifadə quraq biz. Kiçik çevrənin, yəni kiçik təkər deyək, kiçik təkərin
çevrəsi olacaq 2 pi L'nin yerinə K yazaq. Dövrlərin sayı n plus 20 bu bərabərdir 24 pi. Bu qədər dövr edib, yəni bu qədər yol getdi. Arxa təkər üçün yazsaq 2 pi L'in yerinə 3K, dövrlərin sayında n yazacaq. Bu da bərabərdir. Bu da 24 pi qədər məsafə qət edib. Onda göründüyü kimi şahidlər bu ifadələrin sağ tərəflərində hər ikisində 24 pi olduğuna görə sol tərəfləri bərabərləşdirək. Yəni 2 pi k n plus 20 bərabərdir 2 pi 3 k vur n. Buradan 2 pi k hər tərəfdə olduğuna görə 2 pi buradakı k da gedir. Qalır nə? N plus 20 bərabərdir 3n-ə. Buradan n-i tapaq. 2n bərabərdir 20-yə. N də bərabərdir 10-a. N-i tapdıq. Deməli, dövrlərin sayı neçə imiş? 10 imiş. Bundan sonra bizə nə istəyir? Traktorun arxa təkərini radiusunu. Arxa təkəni. Gətirib bu n-i bax bu ifadədə yerinə yazaq. Hansı ifadədə? Bax buradakı ifadədə yerinə yazaq. Onda olacaq necə? Deməli, belə yazacaq. 2 pi vurulsun 3k vurulsun 10 bərabərdir 24 piyə. Buradan 2 pi ilə 24 pi xisar geçsək, sağ tərəfdə 12 qalar. Buradan da 3k vurulsun 10 bərabərdir 12-yə. 3k bərabər nəyə? 12 bölünsün 10-a. Yəni 1 10-da 2-yə. Bizə də 3k ilə nə idi? Ən başda demişdik. 3k nə idi? 3k göründüyü kimi böyük yerə bərabərdir. Yəni elə bizdən də soruşulan bu idi. Cavabımız 1,2 alacaq. 23-cü sual. Deməli, ax üstəgəlsin 3, ax çıxılsın b bərabərdir 9x kvadrat üstəgəl 15x topla 6. Bərabərliyindəndir a plus b cəmini istəyir bizdən. Biz nə edək şahidlər? Əvvəlcə bu ifadəni mötərizələri yəni vurub açaq. Ax ax-a vuranda a kvadratı x kvadratı çıx a b x topla. İndi bax 3'ü hər bir həddinə vuracaq bu şəkildə. 3ax çıxılsın 3b bərabərdir sağ tərəfə yazaq 9x kvadrat üstəgəl 15x üstəgəl 6. Buradan şahidlər biz göründüyü kimi nə edə bilərik? Bax, sağ tərəfdə x kvadratın əmsalı 9-dur. Sol tərəfdə x kvadratın əmsalı neçədir? A kvadrat. Yəni, bərabərliyin ödənməsi üçün sağ və sol dəyişənlərin əmsalları bir-birinə bərabər olmalıdır. Onda a kvadratı bərabərdir 9-a. Bunu saxlayaq belə. Bax, bu ikisindən, bax, hər ikisində ortaq olan nə var? X var. X-i çölə çıxarsam, nə qalar içəridə? Qalar 3a çıxılsın ab. Sağ tərəfdə baxaq, x-in əmsalı nəyə bərabərdir? 15-ə. Deməli, belə yazsam, görünür ki, bax, bu ifadəmiz də nəyə bərabər olmalıdır? Onda 15-ə. Yəni, aşağıdan da yazaq. 3a çıxılsın ab bərabərdir 15. Bunu saxladıq. Sonra, bax, bu mənfi 3b-nin nəyə bərabər olduğunu görürük. Buradakı 6-ya bərabər olduğunu görürük. Onda mənfi 3b bərabərdir 6-ya. Buradan da b-nin mənfi 2 olduğunu tapırıq. Deməli, biz tapdıq ki, b neymiş? Mənfi 2. Sonra gətirib, bax, bu ifadədə nə edirik? B-nin yerinə mənfi 2 qoyuruq. 3a çıxılsın, a vurulsun, mənfi 2 bərabərdir 15. Bu mənfi qarşısına dəyəcək. 3a topla 2a bərabərdir 15. Buradan da 5a bərabərdir 15-ə, a da bərabərdir 3-ə. Deməli, a-nın da qiymətini neçə tapdıq? 3. İndi buradakı a kvadratı a necə ədədidir? Müsbət mənfi 3 idi. Deməli, bizim mənfi 3 yox. Bizə ödəyən hansı oldu? A müsbət 3. A topla b-ni istəyir nəticədə. O da olacaq 3 topla mənfi 2. Yəni 3 çıxılsın 2. Doğru cavab 1. 24-cü sual. 24-cü sualda nədir? İşçi sayı ilə bir işin görülməsinə sərf olunan zaman arasındakı tərs mütənasibinin qrafikinin əsasən eni tapındır. Qrafikdən göründüyü kimi şahidlər, deməli, n sayda işçinin müəyyən işi nə qədər müddətə görür? 27 günə.
4n plus 2 sayda işçinin gördüyü iş nə qədərdir? 6 günə. Deməli şayda görünür ki, işçilərin sayı artdı və günün sayı nə oldu? Burada azaldı. Onda belə mütənasiblik necə adlanır? Tərs mütənasiblik. Tərs mütənasib kəmiyyətləri necə vururlar şayda? Qarşı-qarşıya. Bax bu şəkildə vuracaq. Onda 27 vur n bərabərdir 6 vurulsun 4n topla 2. 27n bərabərdir 24n üstə gəlinsin 12. Bax bu şəkildə vurub açırıq da mötərizəni. Buradan da 27n ilə 24n çıxanda 3n bərabərdir 12-yə, n də bərabərdir 4. Bizdən də n istəyir, doğru cavab 4. Və nəhayət gəldik şahidlər 25-ci sualımıza. 25-ci sual nə deyir bizə? Px çoxəllisi verib, gəlin yazaq. X kvadrat çıxılsın 5x çıxılsın 36. Bir də qx verib, vurğularını Euler-Venn diaqramında qeyd edin. Euler-Venn diaqramında yəqin göstərilib. Deməli, gəlin belə eləyək onda. Bunu vurğularını ayırsaq, Px çoxəllisinin vurğularını ayırsaq, hansı iki ədəddir ki, vuranda mənfi 36 eləyir, toplayanda mənfi 5 eləyəcək biz üçün. Deməli, bu mənfi 9 və mənfi 4-dür də, düzdürmü? 9 və mənfi 4. Onda x çıxılsın 9, x topla 4 şəklində yazacaq. Həqiqətən də bax, buradakı mənfi 9-u, bu mənfi 9, 4-ə vuranda mənfi 36 edir. Mənfi 9-dan da 4-ü toplayanda buradakı mənfi 5-i verir. Deməli, bunun vurğuları bu şəkildə yazdıq. Keçək indi qx-ə vurğularını ayıraq. Qx-in vurğuları. X kvadrat üstə gəlsin 7x topla 12-dir. Hansı iki ədəddir ki, vuranda 12 eləyəcək, toplayanda 7 eləsin. 4 və 3-dür. X topla 4 və x topla 3 şəklində ayırdıq. Göründüyü kimi şahidlər burada hər ikisində ortaq olan nədir? Hər ikisində ortaq olan x üstə gəlinsin 4-dür. Düzdürmü? Hər ikisində ortaq olan x üstə gəl 4-dür. Euler-Venn diaqramı biz burada quraq. Aha. Deməli, burada buna px deyək, buna da qx. Ortaq olan hər ikisində hansı x topla 4. Onu ortaya yazacaq. Sonra px-in qx-dən fərqli olan hissəsi bu hissəyə yazacaq. X çıxılsın 9-dur. Burada yazılıb. Qx-in də px-dən fərqli olan hissəsi haradır? X üstə gəlinsin 3-dür. Deməli, bu şəkildə tamamlamış olacaq. Əziz şagirdlərimiz, hər birinizə imtahanda sizə uğurlar arzu edirəm. Videolarımızın davamını istəyirsinizsə, kanala abunə olmağı unutmayaq. Dəstəyiniz üçün hər birinizə təşəkkür bildirirəm. İmtahanda hər birinizə uğurlar arzu edirəm.